Kızlar salam, mən Canan, 24 yaşındayım. Tam olaraq bir ay, 3 gün bundan öncə Taylandda Öykü ablanın sayəsində cinsiyət dəyişdirmə əməliyyatı olundum. Əməliyyatımdan çox razıyam. İstər Öykü abla olsun, istər həkim və personallar olsun. Hər birindən çox razıyam. Videonu çəkməkdə məqsədim ona görədir ki, bəzi qızlar düşünər ki, bəs Taylanddır, uzaqdır, bəs tək başına necə gedərəm, ora getməyə mənə kim kömək eləyər? Qızlar qətiyyən narahat olmuruq, qətiyyən siz də narahat olmayın. Çünki çox sağ olsun Öykü abla istər əməliyyat öncəsi, istər əməliyyat sonrası baxıma qədər bir-bir usanmadan başa salıb. Aa, Taylanda gedəndə də çox sağ olsun Bakıdan, yəni aeroportdan Taylanda uçub ora düşüb məni qarşılayıb, yəni xəstəxanaya aparana qədər Öykü abla çox sağ olsun. ə, Bezmədən bütün suallarıma cavab verdi hər birinə. Yəni bütün suallarımı cavabladı. Çox sağ olsun. Həkimin özü də həqiqətən çox sağ olsun. Bütün detalları başa saldı. Əməliyyatdan sonra nə etməli olduğumu, əməliyyatdan sonraki baxımları, istər həkim, istər Öykü abla olsun, hər birini başa salır. Əməliyyatım çox uğurlu olub, həqiqətən çox sevinirəm. Çünki gedib başqa xəstəxanalarda, başqa həkimlərin əlinə düşüb, yəni çox pis vəziyyətə düşüb, təzədən 2 qat ödəniş verib, gedib Taylandda onu, yəni hardasa düzəltməyə çalışıncaya qədər gedib bir dəfəlik Taylandda əməliyyat olundum və çox şanslıyam həqiqətən. Çünki həm yaşım, yəni normal yaşımda olundum bunu, həm də ki həm də ki bu əməliyyatı sıfırdan Taylandda olduğuma görə özümü çox şanslı hiss edirəm. Həqiqətən çox şanslıyam. Aa, Ruhum tamamlandı. Ruhumla bədənim birləşdi. İndi özümü bütövləşmiş kimi hiss edirəm. Am, Həqiqətən tövsiyəm odur ki, gedib Türkiyədə və yaxud da başqa klinikalarda özümüzü bədbəxt eləməyək. Çünki bu əməliyyatın tək doğru icra olunduğu yer buradır. Kimsə də istəsə, məsəl üçün yığıb baxa da bilər. Bakıda olan qızlarımızdan yəni. Çünki əməliyyatımdan çox razıyam dediyim kimi. Aa, Yəni dilatorla masaj elədiyim müddətdə hələ, yəni ki, bir dəfə boşalmışam. Çünki yəni dilatorla masaj eləyəndəcə, yəni straponla masaj eləyəndəcə onun həzzini görürsüz siz. İstər klitorun həzzi olsun, istər masaj zamanı olan həzzi olsun. Əməliyyatdan sonra toparlamağım çox tez oldu. Yəni xəstəxanada çox qəşəng baxdılar. Dikişlərim açılmasın deyə tez yeritmədilər. Hər şey tam yaxşı, yaralarıma çox yaxşı baxdılar. Əməliyyatdan sonra masajlarımı da elədim özüm. Hal-hazırda görünüşdür, yəni dərinlikdir. Ən əsası hissiyat baxımından, yəni ki, hər şey yerindədir. Çox razıyam. Həqiqətən indi özümü tam hiss eləyirəm. Buna görə də hospitala və Öykü ablaya çox təşəkkür eləyirəm. Öykü abla, səni də öpürəm. Çox sağ ol. İnşallah yenə gələcəm sizin klinikaya, çünki sırada özün bilirsən başqa əməliyyatlar da var. Hələlik.